Şirincan mahnısının amuzişi. Bu ahəngdə pərdələrimiz təğyirat olacaq. Mi pərdəmiz, mi bemol pərdə biraz yenəcək miyə yaxın olacaq. Yəni üstəydi biraz yendirmişəm aşağıya. Bəs nə mənə mi işlətsək mi bemol olacaq. Sol pərdəmizdə sol bemol olacaq bu pərdə. Sol deyəndə mənzurum sol bemoldur. Və həmçinin si bemol işlənəcək. Bəs 3 pərdə əvəz oldu. Si bemol, sol bemol, mi kron. Bu mi'dəki mi bemolu da üstəydi. Biraz çəkdik aşağıya miyə yaxın oldu. Adı olur mi kron ki tədrisdə mən buna mi deyəndə mənzurum bu pərdədir, solda. Həman sol bemoldur mənzurum. Si də mənzur si bemoldur. Kökümüz həman doğru ki aşağı təsvirdə də görürsünüz. Az simlərimiz, bu simlərimiz tunerdə di köklənəcək, İngilisi di hərfi, yəni R. Orta simlərimiz də di, ikisi di oldu. Üst simlərimiz si olacaq, si hərfi. Yəni notla desək, aşağı ki az sim, orta sim R, üst sim do olacaq. Əvvəlcə sənin çalğısını çalıram, sonra keçək amuzişi. Bu çalğısı idi. Keçək indi amuzişə. 2 mizan əvvəlimiz 12 dənə rast mizrab olacaq üstdən yenişə. Əvvəl mizrabımız zil redə olacaq. İkinci barmağımla redə tutub vuracaq rast. Sonra götürək açıq redə 11 dənə mizrab çalaq idaməsində. Bu halətdə. Bəs cəmi 12 mizrab oldu. Re, 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 re. Bu halətdə çalınır. On iki mizrab oldu. Biri zil redə ikinci barmağla, bəqiyyəsi açıq redə. 2 dəfən təkrar olunacaq bu. Yəni bu 12 mizrab 2 dəfən çalınacaq. Bu bir dəfən. Bu bir dəfən qutuldu. Bir seridə dubara həman cinə. Dörd mizanımız, əvvəl xəttimiz bu halətdə olur. İndi keçirik muzikin 2000-ci hissəsinə. Əvvəl mizanımız 6 mizrabdır. Fada rastı vururuq. Yenir